Salam, hər vaxtınız xeyir olsun, hörmətli Göysəy sakinləri. Mən bu günlərim Su Meliorasiya İdarəsindən şikayətim var. Hörmətli prezidentimizə müraciət edirəm. Mən Əhmədov Cavi Şahinoğlu, Göysəy şəhəri Heydər Əliyev prospekti 176 sayılı ünvanda yaşayıram. Qapının ağzında balaca bir dükanım var. Bu işdən əlaqədar elə bir ki, ora öz həyətimdən su sərmişəm. Hər gün su idarəsinin işçiləri gəlib mənə deyirlər ki, aylıq bizə pul verginə, bu həyətdən olan sudan, bu tükanda işləkinə. Yox, verməsən sənə 500 manat cərimə eləyəcəyik. Mən bugünkü gün 2 il əsgər böyüdürəm. Mən bugünkü günü bilmirəm nə ağarım, dərdimi kimə deyim, öz həyətimdə ola. Mən bura durub niyə pul verməliyəm və yaxud da niyə mən cərimə ödəməliyəm? Ey hörmətli prezidentimiz, su idarəsinin 500 dənə fırıldaqçı işlərim biləm, əməllərim biləm. Kimlərin həyətinə leyvi sular çəkiblər, aparıb nələr satıblar, hamısını bilirəm. Mən niyə aylıq ora pul ödəməliyəm? Bu günlərimdə famil var, oradan işçi gəlib, əlavə bir işçi gəlib ki, belə. Göysəy Su İdarəsi müdiri Sadiq Məmmədov bu idarəyə gələndən sonra idarədə özbaşınalıq başalıb gedir. İnanın Allaha ki, olanı deyirəm. Nə qədər özbaşınalıq başalıb gedir. Sizdən xahiş edirəm, hörmətli prezidentimiz, mənə kömək eləyin bu barədə. Mənə 500 manat ora cərimə verməyə mənim imkanım yoxdur. Öz həyətimdə, öz yerimdə suyumu işlədə, mən niyə cərimə verməliyəm? Konstitusiyamızın 25-ci maddəsində bərabərlik hüququ var. Əgər mənim burada bərabərliyim pozulursa, mən onunla əlaqədar sizlərdən müraciət edirəm ki, mənə öz köməkliyinizi eləyin. Onda bərabərliyim mən niyə pozulmalıdır? Hörmətli prezidentimiz, sizdən xahiş edirəm, bu barədə mənə öz köməkliyinizi göstərəsiniz. Hər birinizə təşəkkür edirəm. Çox sağ olun, təşəkkürlər.